Bizə verilmiş nümunədə, yəni dövrü alqoritmdə C-nin son qiymətini tapmaq lazım gəlir. Göründüyü kimi A, B, C üçün qiymətlər verilib. Bunun üçün biz əvvəlcə şərtə baxırıq. Şərtdə qeyd olunub ki, A böyükdür B. 12 böyükdür B-nin qiymətini yerinə yazsaq 21. Şərt ödəmir. Yəni A böyükdür B-dən şərti ödəmədiyinə görə yox qoluna düşürük. Yox qolunda A bərabərdir. A-nın ilkin qiyməti 12 plus 3 bərabərdir 15-ə. Düşürük C-ni tapmağa. C-nin ilkin qiyməti 10 verilib. Üzərinə A-nın qiymətini gəlirik. Bu səfər A-nın 12 qiymətini yox, yeni aldığımız qiymətini daxil edirik. 15 bərabərdir 25 alırıq. Sonra baxırıq dövr. Burada oxla göstərilib dövr davam edir. Yəni yenidən ikinci dəfə şərti yoxlayırıq. Şərtdə yenə A böyükdür B. Yenə A-nın aldığımız qiymətinə baxırıq. 15 böyükdür B. B-nin qiyməti olduğu kimi qalıb 21. Şərt yenə ödəmir. Yəni yox qoluna düşürük. Yox qolunda A-nın növbəti qiymətini tapırıq. A biz 15 tapmışdıq. 15 plus 3 bərabərdir 18. Düşürük aşağı C-nin qiymətini tapmağa. Deməli C 25 idi. Üzərinə gəlirik A-nın qiymətinə. A isə 18. Buradan isə tapırıq biz 43. Sonra düşürük aşağı. Dövr yenə davam edir. Dövr o zamana qədər davam edir ki, şərt ödəndikdə dayanır. Yəni şərt ödənmir, şərt hələ ödənmir, davam edir. A-nın qiyməti 18. Bu səfər A-nın 18 qiyməti böyükdür. B-nin qiyməti 21. 18 21-dən böyük deyil. Yox qoluna gedirik. A-nın növbəti qiyməti 18 üzərinə 3 gəlirik. 21. C-nin növbəti qiyməti 43 tapmışdıq. Üzərinə gəlirik A-nın qiyməti. A-nın da qiyməti ən son 21. Bərabərdir buradan. Deməli biz tapırıq 64. Sonra şərtə baxırıq. Deməli A-nın ən son qiyməti 21 almışıq. 21 böyükdür. B-nin də qiyməti 21. Deməli 21 21-dən böyükdür. Deyirik ki, yox. Yəni şərt yenə ödəmir. Düşür A-nın qiymətini tapırıq. A axırıncı dəfə 21 qiymətini almışdı. Üzərinə 3 gəlirik 24. Sonra C isə sonuncu dəfə 64 qiymətini almışdı. Üzərinə gəlirik A-nın qiyməti. A-nın qiyməti isə 24-dür. Bərabər olur 88 qiymətinə. Sonra dövrə baxırıq. A-nın ən son qiyməti 24 böyükdür B-dən 21. Bu səfər şərt ödədi deyirik, hə. Yəni şərt ödədim. O zaman düşürük. C-nin hə qoluna baxsaq, hə qolunda C-ni çapa göndərir. C-nin isə ən son qiyməti isə 88 qiymətini götürürük. Çünki ən axır aldığımız 88 qiymətidir. Ona görə misalın cavabı 88.